Şaxtalı qışın soyuğu, ayazı yalnız isti könüllərin baharında isinə bilər, dəyərli dostlar. Biz də bu soyuq qış ayında qəlbimizdəki baharla sizlərə qonaq gəldik. Bu şeir axşamlarının ruhunuzda üşüyən ən dərin duyğulara ocaq olacağına əminik. Yenidən sizləri xoş gördük. Mən və həmkarım Anar Atakişi sizləri söz nemətinə qonaq edirik. Əziz izləyicilər, missiyamız Azərbaycan ədəbiyyatında sözü kökdən salmadan zirvələrə ucaltmaq, gələcək nəsillərə klassik və çağdaş poeziya nümunələrini çatdırmaqdır. Qapım açıq, çayım isti. Bir bəhanə götür, gəl. Ocağımda payın isti. Həsrətini bitir, gəl. Qaranlıqda döy qapımı, qara bəxtim ağ olsun. Bağışlaram günahına, darıxdım, andım olsun. Darıxmağın adəti də kök salar, qəm bitirər. Kimsə qucaqlaya bilmir, sən kimi, sənin qədər. Sən gedəndə körpə idi, həsrətim bir dam olub. Yola getmir ürəyimlə, dil bilməz adam olub. Qapım açıq, çayım isti. Bir bəhanə götür, gəl. Ocağımda payın isti. Həsrətini bitir, gəl. Bəli, xoş gördük əziz dinləyicilər. İsti çayınızı süzüb, daha da yaxına gəlin. Sizə böyük sevgi ilə şeir ərmağanlarımızı çatdırmağa gəlmişik. Elə ilk şeir payımız dəyərli Müşfiqə xanımın qələmindən gəldi. Ürəyinizə sağlıq deyirəm. Yaxın dəqiqələrdə də gözəl şairlərimizin ürək duyğularına birlikdə baş vuracağıq. Qeyd edim ki, bu dəvəki verilişimizin səmti sevgiyədir. Seçdiyimiz hər şeir parçası dünyanın ən gözəl nemətlərindən sayılan sevgini anladacaq. Elə isə yenidən sözü şeirə veririk. Beləliklə, böyük şairimiz Mikail Müşfiqdən həyat sevgisi. Ah, mən gündən günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən, dostdan, aşinadan necə əl çəkim? Dönmə bir şəbnəmə yaz səhərində, könül, günəş kimi parla yerində, göylərin lacivərd ətəklərində, gedən bu qovğadan necə əl çəkim? Baxınız, dan yeri sökülmüş kimi, dostlar bir cəbhəyə tökülmüş kimi, uzaqdan uzağa xam gümüş kimi, ağaran səhradan necə əl çəkim? Təbiət varlıdır, təbiət xəsis. İşlədərkən onu sənəy mühəndis. Mən də qardaşlara verdiyim bu his, bu incə mənadan necə əl çəkim? Bir yanda tərlanlar, dumanlı dağlar, bir yanda kəkliklər, ayna bulaqlar, bir yanda bülbüllər, çiçəkli bağlar. Mən bu tamaşadan necə əl çəkim? Həyat dedikləri bu keçmə-keçdən, qəlbimdə, qanımda yanan atəşdən, gecədən, gündüzdən, aydan, günəşdən, bu əngin fəzadan necə əl çəkim? Qarşımda dalğalı dərin bir ümman, ümmanı sarsıdır bir acı tufan, beyaz köpükləri bir çiçək yapan, şeirdən, xülyadan necə əl çəkim? Ulduzlar fikrimin çıraqbanıdır, bulud xəyalımın karivanıdır, səma ki hissimin aşiyanıdır, böylə bir səmadan necə əl çəkim? Mehriban sevgilim qarşımda durdu, yenə şairliyim başıma vurdu, məndən məcnun könül maraqla sordu, bu saçı Leyladan necə əl çəkim? Xəzan acısını edib təhamül, gülün kölgəsində ötəndə bülbül, həyat, həyat deyə çırpınır könül, könüldən, sevdadan necə əl çəkim? Sən aldın aşını yeni hisslərdən, ey cavan qələmim, düşmə bəhərdən. A dostlar, söyləyin, mən bu hünərdən, bu təbii vəladan necə əl çəkim? Bu təbii vəladan necə əl çəkim?
İnsanı riqqətə gətirən, duyğuların şövqündə yer alan bu gözəlliyi nakam şairimiz necə incəliklə qələmə alıb. Anar bəy, Mikayıl Müşfiq qısa, lakin dolğun ömründə bizi bütöv hisslərin çalarına boyamağı bacardı. Düşünürəm ki, onun Səndən küsmərəm şeirini dinləyicilərə çatdırmaq da çox xoş olardı. Mən şirin ləhcəli bir bülbüləm ki, güllərdən küsərəm, səndən küsmərəm. Məni öz canından artıq istəyən ellərdən küsərəm, səndən küsmərəm. Gözlərim misal da axan çaylardan, kipriyim oxlardan, qaşın yaylardan, qarşımıza gələn uzun aylardan, illərdən küsərəm, səndən küsmərəm. El içində bizə dərlər sayadlı, tərlan ovçusuyam, ruhum qanadlı, İlham pərisinin açdığı dadlı, dillərdən küsərəm, səndən küsmərəm. Mən şairin ömrünü hər zaman bahara bənzədirəm. Çünki ömrünün ən çiçəkli zamanları böyük bir intibaha kökləyərək əbədi könüllərə köçdü. Növbəti şeirimizdə ömrünün baharında solan, Azərbaycan poeziyasına ən dolğun fikirləri ilə iz qoyub gedən Arif Buzonaldan olsun istəyərdik. Allahdan gözəl şairimizə rəhmət diləyirik. Az olmayıb səndən ötürü darıxdığım, son təsəllim bu olub ki, bəxtiyarsan, sağsan, varsan. Mənim kimi durmamısan illərin yol ayrıcında, ayrılığı dadmamısan. Həsrət zülmü qarşısında qəzəbini udmamısan. Dərd qəm səndən uzaq olub, hamı mənə qonaq olub. Az olmayıb səndən ötürü darıxdığım, mən hər gecə səssizliyin zülmət dolu nəğməsini dinlədikcə, sənə bir vaxt demədiyim kəlmələri xəyalına söyləmişəm. Cavabını gözləmişəm. Dilsiz xəyal, cansız xəyal, bütün gecə lal olub, lal. Az olmayıb səndən ötürü darıxdığım, sən mənə bəxş eləmsən təkliyimi. Bəlkə qanın qaralardı, bəlkə biraz xoşbəxtliyin azalardı, bilsəydim bu illərdə sənsiz nələr çəkdiyimi. Nə yaxşı ki, bilməmsən. Taleyini Allah yazan səadəti bir miskinin xətri üçün bölməmsən. Fələk taley bölgüsünü aparmayıb ədalətlə, ayrı düşüb mizrabından könülsün. 10 il qabaq salamıma cavab olan təbəssümü bu günəzən işlədirəm qənaətlə. Bu şeirimi sən oxuma, burada həsrət, burada niskil, qəm, kədər var. Oxuduqca məhəbbətdən dağ-dağ olmuş sevən qəlbi ah dumanı zəbt eləyər, aram-aram. Mənə vaxt ver, qoy biraz da fikirləşim. Mən sənin üçün saadətdən, xoşbəxtlikdən yazacağam. Ruhu şad olsun dəyərli şairimizin, hər zaman sözü, fikirləri ilə qəlbimizdə yaşayacaq. İnsanın ən böyük ucalığı təkəbbüründən inməkdir. Ən böyük fəthi bağışlamaqdır. Müşfiqə xanım, bağışladığınız insana hansı şeirlə müraciət edərdiniz? Anar bəy, çox doğru fikirlərdir. İnsanı ucaldan onun təvəzzökarlığıdır. Ədalətin bu kainatda da yer aldığını bilərək yaşayırıq. Elə bu yaşadıqlarımızın hikməti də insanı kamil məqamda saxlamaqdır. Bağışladığımız insana ən gözəl fikirlərdən birini Məlik Cahan belə demişdi. Səni bağışlayıram baharın gedişinə, payızın gəlişinə. Səni bağışlayıram doğulacaq körpənin balaca süd dişinə. Səni bağışlayıram yolunun üstündəki qarışqanı əzməyən insanın ürəyinə. Səni bağışlayıram Məhəmməd Peyğəmbərin, İsa'nın ürəyinə. Səni bağışlayıram kimsəsiz məzarların şəkilsiz baş daşına. Səni bağışlayıram oyuncağı qırılan uşağın göz yaşına. Səni bağışlayıram bu yağışın səsinə, bu torpağın ətrinə. Səni bağışlayıram elə sənin xətrinə. Dəyərli xalq şairimiz Sabir Üstəmxanlı da belə deyir. Səni Allahımın əlindən alıb, asıram sinəmdən ürək yerinə. Bu eşq soyumasın deyərəm heç vaxt.
yazsan günahımı mələk yerinə. Mənim nəfəsinə ehtiyacım var. Əssin dan yerindən külək yerinə. Dolsun gözlərimə ay işığı tək, qoxuluyum süpədək, çiçək yerinə. Yanğımı soyudan sərin suyumsan, ya da bərəkətim çörək yerinə. Daha taliyindən danışma mənə, toxunma qəlbimin kövrək yerinə. Görək Balaş Azəroğlu sevgisini necə etraflara töküb. Sən narın yağış kimi elə hopmusan qəlbimə. Sakit-sakit, aram-aram. Yağış yağar, yer doymaz, mən də səndən doymaram. Gözüm gözündən doymaz, qulağım səsindən, sinəm nəfəsindən. Deyirlər, bu dünyada ən ülvi sevgi səssiz, sözsüz məhəbbətdir. Axı dilə ağıza salmaz sevən sevəni. Mənə də sənin eşqin kifayətdir. Nəyə lazım, hamı bilə sevirəm səni. İstəmirəm şıdırğı yağış kimi selə, suya dönəsən. Ya da şimşək olub, tez çaxıb, tez də sönəsən. Mən də nə yağışına islana bilim, nə oduna yana bilim. Neynirik nağıl olub dillərə düşən şöhrəti. Neynirik dağ çayına dönən məhəbbəti. Yamaçda hay qopara, səhrada nə səsi, nə izi qala. Ürəklərə hopmaya, hər yanda sözü qala. Sən elə narın yağış ol, əzizim. Yağ sakit-sakit, aram-aram. Yağış yağar, yer doymaz, mən də səndən doymaram. Müşfiqə xanım, deyirəm, bizim ustad şairlərdən bəhrələnən yeni qələm dostlarımızdan da şeirlər səsləndirək. Onların da könül duyğularını dinləyicilərə çatdıraq. Beləliklə istərdim bu məqamda gənc yazar dostumuz Rəsul Abuşovdan hərəmiz bir şeir nümunəsi söyləyək. Bilirsən nə zaman gəldin ömrümə? Qəlbimin təklikdən çökən çağında. Ağac tək saralmış yarpaqlarını payız küləyinin tökən çağında. Sevdim, aşiq oldum, vuruldum sənə. Bağlandım könüldən bahar ətrinə. Dünyaya nifrətim, kinim var idi, onu da əhv etdim sənin xətrinə. Bir günəş olaraq saçdın ömrümə, isindi eşqindən donan ürəyim. Yeni arzulara ümid yaratdı, səni xoşbəxtliyə sanan ürəyim. Allah ayırmasın heç zaman bizi. Qocalmış ruhumun gəncliyi sənsən. İnan ki sevgilim, yaşamağımın ən gözəl anlamı, dincliyi sənsən. Sevgimiz büdrüyüb dəyməsin daşa. İntizar olmasın, həsrət olmasın. Bu ömür yolunu bir vuraq başa. Mənə sənsizliyin qismət olmasın. Hələ də mən səni unutmamışam. Eşqinlə göylərə ucalıram mən. İllər keçsə belə bu ayrılıqdan səni sevə-sevə qocalaram mən. Nə xoş anlar idi. Yaşandı, getdi. Məhəbbət yoluna düşdü izimiz. Səni məndən alıb ayırsalar da bir roman olaraq qalır sevgimiz. Ötən günlərimə dönüb baxanda ruhumu oxşadın həzin meh kimi. Sən mənim ağlımda elə qalmısan, bir gülün üstünə düşən şeyh kimi. Eşqinə zərrə də yox idi şübhəm, mənim sevdiyim tək sən də sevirdin. Amma ki, getməyin zərurət idi. Bunu sən özün də yaxşı bilirdin. Bir ömür mən sənsiz tək yaşasam da, könlümdə yaşayan təkcə yarımsan. Sənə həsr etdiyim şeirlərimdə vüsala çatmayan intizarımsan. Bəzən qaranlıq gecəni aydınladan sabah kimidir poeziya. Bəzən insanın daxili aləminin ənginliyində taxt quran sultan kimidir. Bəzən yaşadıqlarını, bəzən yaşayacaqlarını oxuyursan müxtəlif şeirlərdə. Sanki hər kəs qəlbini görür. Hər kəsdən gizlədiyin ən məhrəm duyğularını hiss edir. Elə şair olmaq da budur. Ruha toxunmaq,
könüllərə sevgi saçmaq və könül səsinə cavab vermək. Birdən elə biri toxunur ki, ruhuna, onu ancaq şeirlərdə tərənnüm edə bilirsən. Ən incə bənzətməni şair Rəşad Məcid Çiyələk Qadın şeirində çox sadə və incəliklə qələmə alıb. Elə möcüzələr yaratmısan ki, elə dəqiqələr yaşatmısan ki, olmayıb heç onun 100%-i də nə mənim dünyamda, nə bu dünyada. Sən elə telləri qırıb getmisən, sən elə yaralar vurub getmisən. Təpəri yoxdur ki, dözüb dayansın nə mənim dünyamın, nə bu dünyanın. Qəfil gəlişinlə suç eləmisən, sənsiz keçən ömrü puç eləmisən. Vurmayıb heç zaman belə qar yağış, nə mənim dünyamı, nə bu dünyanı. Bilmədim, iblissən, ya mələk qadın, ətri, gözəlliyi çiyələk qadın. Biz də gəlməyəcək sənin tək qadın, nə mənim dünyama, nə bu dünyaya. Bəli, çox dəyərli şairimiz Rəşad Məcidin bu şeiri ən dadlı bənzətməsi ilə sevildi. Duyğular ana südü kimi təmiz olanda ondan gözəl misralar doğulur. Ədəbiyyatın gözəlliyi də vəsfdir, sevgidir, elə həsrətdir. Ən gözəl şeirlər ayrılıqlardan yarandığına az şahid olmamışıq. Niskilin də zülmü, ayrılığın da ağrısı, həsrətin də acısı duyğularda durulur, gözəlləşir, şeir olur. Biz də bu gözəllikləri sizlərə çatdıraraq ruhunuzu ətrafımızda cərəyan edən qalmaqallardan az da olsa uzaq tutmağa çalışdıq. Durultmağa çalışdıq, dəyərli dinləyicilər. Əziz izləyicilər, sözü səsə çevirdiyimiz bu bir neçə dəqiqə bizə böyük məmnuniyyət hissi bəxş etdi. Əslini, əksini, ruhunu şeirdə tapan hər kəsə Danışır şeirin bir dahaki buraxılışında görüşənə dək deyirik. Sözünüz könül səsinizdir, səsiniz ədəbiyyata köklənsin. Danışırsa şeir, bir ürəkdən bulaq qaynayır sanki. Qəlbinizin susuzluğunu söz paklığı ilə doydurun. Allaha əmanət olun, əziz izləyicilər.